Hörmətli abituriyentlər, bu günləri Dövlət İmtahan Mərkəzinin yeni nəşr olunan 20 sınaq test topusunun sınaq nömrə 2-nin izahına başlayırıq. Səbəb nəticə əlaqələrinin pozulduğu bəndi müəyyən edin. Deməli, biz burada səbəb və nəticə əlaqələrinin pozulduğu bəndi müəyyən etməliyik. A variantı. Şirvanşah Hüseyn üsyanı nəticəsində İbrahimin hakimiyyətə gəlməsi, Dərbəndə sonrasında hakimiyyətə gəlməsi. Burada səbəb nəticə əlaqələri pozulmayıb. Qızıl Orda hökmdarı Canı bəyin Təbrizə gəlməsi, Hülakülər dövlətinin varlığına son qoyması. Burada da səbəb nəticə əlaqələri pozulmayıb. Teymuri şahzadələrin arasında çəkişmələrin güclənməsi, Şahrukun ölümündən sonra Cahanşah müstəqil siyasət yürüdür. Burada da cavab C variantı deyil. Baharlı sonrasının son nümayəndəsi 1468-ci ildə məğlubiyyəti, Ağqoyunlu dövlətinin yaranması. Bu da səbəb nəticə əlaqələri pozulmayıb. Oturbölük döyüşünün baş verməsi, bəli, 1473, lakin Ağqoyunlular məğlub olur, Osmanlılar Azərbaycan şəhərlərini tutmurlar. Cavab E variantı. Uyğunluğu müəyyən edin. Şirvanşah hökmdarı 3-cü Mənsuyə və 1-ci Axisiyana aid hadisələri seçək burada. 3-cü Mənsuyə aid burada A variantıdır. Səlcuqlara vergi verməkdən imtina edirdi. Mahmud da bu Şirvana yürüş etdi. B. Dərbəndlər sülaləsi deyil. Çünki Mənsuhür Kərsani sülaləsinin nümayəndəsidir. 1125-ci ildə Şirvanın müstəqil olması 4-cü Davidin ölümüdür. Demək, biz bəzən test içində məntiq yürüdək. Bir testdə variantı AC olana baxsaq, buradakı digər variantlarda AC variantı yoxdur. Biz birbaşa E variantı seçə bilərik. Burada da 1-ci Axisiyana aid olan B-dir. Paytaxtı Şamaxıya köçürülməsi zəlzələ nəticəsində. 3-cü testə baxaq. 15-ci əsrdə Azərbaycanda istehsal edilən məhsula görə alınan vergi. 15-ci əsrə aid olan burada mal cəhətdir. Sonra suvarmaya görə bəhrədir. Otlaqlara görə də çoban bəydir. Bu vergilər heç biri 15-ci əsrə aiddir. 12, 13-cü əsrlərə aid olanlar var burada. Biz burada birbaşa cavaba keçək. E variantı. 4-cü testə baxaq. Verilənlərin arasında hansı dövlətə aid məlumat yoxdur? Paytaxtı Marağa, Təbriz, Sultaniya. Bu Elxanilərə aiddir. Ərazisi 11-ci əsrdə 20-ci illərin Oğuz tayfaları Rəvvadilərə aiddir. Slavyanların yürüşü Şəlalilərə aiddir. 11-ci əsrin 60-cı illərində alanların hücumlarına məruz qalınması Şəddadilərə aiddir. Cavab burada deməli B variantıdır. Sağcılara aid burada heç bir hadisə verilməmişdir. Hülakülər dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Hülakülər dövlətinin mövcudluğu dövrünə baxaq. 1258, 1357. Terek çayı döyüşünə baxsaq, 1395-dir, aid deyil. Zoruğan Noyrun Azərbaycana hücumu 1331, bu da aid deyil. Əlincə qalası Teymurlar tərəfindən tutulması 1400, aid deyil. Subutayın Cavanın 1220-22-ci yürüşüdür, kəşfiyyat xarakterli yürüş, bu da aid deyil. Məhəmməd Olcaytunun mərkəzi hakimiyyəti daha da qüvvətləndirilməsi Qazan xandan sonra hakimiyyətə gəlir. Bu 1303-cü ildən 1316-cı ilə kimi hakimiyyətdə olmuşdur. Demək, bu da düşür 14-cü əsrə. 6-cı testə diqqət eləyək. Hadisələrin hansıların yerlərini dəyişdiyi söz Şirvanşah dövlətinə aid xronoloji ardıcıllığı seçək. Belə deyək, düzgün variantı seçək. 1-ci Fəbruzun Səlcuqlardan hakimiyyəti 1066-dır. Şirvanşahın paytaxtı 918. Şeyx İbrahim Şirvanşahın Şirvanşah elan olunması 1382, bu deyil. İbrahim Təbrizə daxil olması 1406 deyil. İbrahimin Qara Yusifə məğlub olması Kür çayı sahilində döyüşdü 1412. Demək, cavab burada A variantıdır. 1 və 2 yerini dəyişdirək. Xronoloji hadisə öz yerini tapacaq. Memarlıq abidələri, belə deyərdim, qəbullarda həmişə bir dənə test düşür. Burada xronoloji hadisəni bizdən istəyir. Bərdə türbəsi deməli 13-14-cü əsrə aiddir. Naxçıvanda Əlincə qalası 9-cu əsr. Marağada Göygünbəz türbəsi 12-ci əsr.
Təbrizə Qeysəriyyə bazarında 15-ci əsrdə Uzun Həsən tərəfindən. Biz burada götürəcəyik birinci 2-ni, sonra birinci 2, sonra 3, 1, 4. Cavab da A variantı. 8-ci testə baxaq. Hülakülər dövlətinin 14-cü əsr tarixinə aiddir. Burada ilə birbaşa biz 1-i götürürük. 1303-1316-cı ildə hakimiyyətdə olması. Dövlətin yaranması 13-cü əsrə aiddir, 14-cü əsrə aid deyil. Qızıl Orda dövləti ilə mübarizənin başlanması, bəli. Əbu Səidin dövründə olur, Çobanilərin dövründə olur, mübarizə aparılması. Qazan xanın fərmanına görə kəndlər bir yerdə 1303-dür bu da. Cavab burada 1, 3, 5'dir. Burada mən bunu səhv eləmişəm. Qızıl Orda dövlətə mübarizə Hülakü xanın dövründən başlamışdır. Yəni 14-cü əsrə aid deyil. Demək, bu həmi 13, həmi 14-cü əsr. Həmi 13, həmi 14-cü əsrdə Qızıl Orda dövləti ilə Hülakülər dövləti mübarizə aparmışdır. Sonra 9-cu testə baxaq. Baş vermiş hadisələrin ən sonuncusunu bizdən istəyir. Şeyx Üveysin Şirvanı özünə tabi etməsi 1367. Gəncədə Usta Bəndərin 1000 üsyanı 231. Aksungilərin dövlətinin süqut etməsi 1227. Azərbaycanın Monqollar tərəfindən işğalının başa çatdırılması 1239. Şirvanşah 1-ci İbrahim Təbrizə daxil olması 1406-cı il. Demək, cavab E variantı. Ən son hadisə budur. Hülakülər dövlətinin 13-14-cü əsr tarixində baş vermiş oxşar hadisələr. Deməli, biz buradan istənilir həm 13-cü əsrdə bu hadisə baş verib, həm 14-cü əsrdə. Osmanlı dövləti ilə toqquşma bu aid deyil. Qızıl Orda dövləti ilə mübarizəni aparması, bayaq qeyd eləmişəm mən bunu. Azərbaycanın torpaqlarında hökmranlıq etməsi. Bəli, həm 13, həm 14-cü əsrdə hökmranlıq edib. Cəlallilər dövlətinin yürüşünə məruz qalmayıb Hülakülər. 11-ci testə baxaq. Hadisə, nəticə, əlaqələrinin doğru göstərildiyi cavabı müəyyən edin. Cəlaləddin təyin etdiyi canişlər Azərbaycanın talaması 1231-ci ildə Bəndərin üsyanı baş verir. Bəli, 1. Qızıl Orda hökmdarı Canı bəyin Təbrizə gəlməsi, Hülakü dövlətinin varlığına son qoyması. Cavab 1, 2'dir. 3. Əlincə qalası Teymur tərəfindən tutuldu 1400-cü ildə. Amma burada Çingiz xanın heç bir aidiyyəti yoxdur, yəni yaratdığı dövlətə aidiyyəti yoxdur. Qızıl Orda hökmdarı Toxtamış xanın Azərbaycana yürüş etməsi, Şirvanşahlar dövlətinin varlığına son qoyulması. Xeyr, belə bir hadisə olmayıb. 13-cü testə diqqət eləyək. 15-ci əsrdə hakimiyyət olmuş Ağqoyunlu hökmdarı atasının Şirvanşahlarla dostluq siyasətini davam etdirmişdir. 1. Bu düşür Sultan Yaqubun dövrünə. Əpər sazişinin imzalanması bu iki əmoğlu arasındadır. Mirzə və Murad arasındadır. Demək, 2 aid deyil. Digər hökmdarlarla müqayisədə daha çox soyuqal paylamışdır. Xeyr. Hakimiyyəti dövründə ölkə daxilində nisbi sabitlik hökm sürmüşdür. Bu Sultan Yaquba aiddir. Deməli, burada bir cavab 1, 4'dür. Şeyx Cüneydin öldürüldüyü döyüşdə 1460-cı ildir. Bu da Fərrux Yasənin dövrünə düşür. Sultan Yaqubun yox. 13-cü testə baxaq. Şirvanşahlar, Cəlalilər, dövlətləri və Şəki hakimliyinə aid olan ümumi cəhət. Uşaqlar, bu bir də götürsək, birbaşa cavabı mən keçirəm E variantı deyirəm. Çünki Teymurilərlə mübarizə aparılır. Osmanlı dövləti ilə müttəfiq olmaqları, xeyr. Monqolların Azərbaycan 2-ci yürüşünün zamanı süqut etməsi, xeyr. Eyni əsrdə yaranmayıb. Şirvanşahlar 9, Cəlali 14, 14-cü əsrləri əhatə edir. Osmanlı dövləti ilə mübarizə aparmaları. Şirvanşahlar aparıb,
Ancaq Cəlali və Şəki aparmayıb. Demək, cavab burada E variantıdır. Uyğunluğu müəyyən edin. Tiflis müsəlman əmirliyinin ləğvi. 1. Didaqoru döyüşü. Baş hərfini yazıram. Teymurilərin Azərbaycanın torpaqlarında hakimiyyətinə son qoyulması. 2. Səridur. Qaraqoyunlu dövlətinin tənəzzülünün sürətlənməsi. 3. Muş döyüşü. Cavab D variantı. 15-ci testə keçək. Uyğunluğu müəyyən edin. Yaqub padişaha aid olanı biz buradan seçək. Şeyx Heydərlə mübarizədə Fərrux Yasirə kömək etdi. Bəli, 1E. Bayaq mən sizə demişdim, bəzən olur ki, bir variantı tapırsan, başqa variantda əgər E yoxdursa, deməli, bu birisi variantların üzərində qalmağa ehtiyac yoxdur. 1-ə E düşür, sonra 2-yə düşür Rüstəmin dövrü, çoxlu soyruqal. Sonra 3-ə A. 3 yazıram, bir də D variantı. Qısa müddətdə də olsa hakimiyyətdə olmuşdur. Cavab demək çıxdı D variantı. 16-cı testə baxaq. Monqolların Gəncə, Bərdə, Beyləqan, Şabaran şəhərlərini tutub qarət etdilər. 1339-cu ildə Monqollar Dərbənd qalasında tutdular. Monqolların Azərbaycan birinci yürüşün başa çatması. Xeyr, 1220-22-ci ildir. 39-cu illər Dərbəndə tutulması ilə Azərbaycanın işğalının başa çatdırdı. Monqollar Azərbaycandan qovuldu. Bu 1408-dir. Toxtamış xanın Azərbaycana yürüşü 1384-dür. Şirvanşahlar dövləti tam süqut etdi. Bu 1538-ci ildədir. Özdə Səfəvilər tərəfindən süquta uğratdırılıb. 17-ci testə bax. Şirvanşahlar dövlətinin tarixində 14-cü əsrin 80-ci illəri. Biz əvvəl bu testdən rastlaşdıq. Deməli, biz burada götürəcəyik 1-i. Niyə 1-i? Dərbəndə sülaləsinin hakimiyyət dövrüdür 1382. Dərbəndə sülaləsinin devrilməsi 1538-dir. Huşəng üsyan nəticəsində öldürülməsi. Bəli, Huşəng öldürülür. Şeyx İbrahim hakimiyyətə gəlir. Cavab burada D variantı. Şeyx Cüneydin Şirvana yürüşü bu 15-ci əsrə aiddir. Şirvanşah 1-ci İbrahimin Təbrizə daxil olması bu da 15-ci əsrə aiddir. 18-ci testə baxaq. 11-ci əsrin 60-cı illəri Səlcuqlarda, 12-ci əsrin 90-cı illərdə Eldənizlərə tarixinə aid ümumi cəhət. Biz bura baxan kimi 60-cı illərdə Şirvanşahlar, yəni Azərbaycan, 90-cı illərdə də Şirvanşahlar Eldənizlər dövlətinin tarixinə aid oxşar cəhətdir. İkisi də, iki dövlət də Şirvanşahların asılı vəziyyətə salmışdır. Yəni Azərbaycanı ümumilikdə işğal etmişdir. Demək 1. Sonra dövlətin paytaxtının dəyişdirilməsi. Xeyr. Türk mənşələri Suriya tərəfindən idarə olunması. 3. Hakimiyyətə yeni hökmdarın gəlməsi. Bəli. 60-cı illərdə Alparslan hakimiyyətə gəlmişdir. 90-cı Məlikşahdın dövründən sonra Qızıl Arslan hakimiyyət dövrüdür. Dövlətin süquta uğradılması. Xeyr, bunların heç biri süquta uğradılmayıb. 1, 3, 4. Cavab B variantı. 19-cu testə baxaq. Əmir Çobana aid olana Cəlalilər idarə etməyib. Xeyr, aidiyyəti yoxdur. Fəzlullah Rəşiyyəddini baxsaq. 2 aid deyil, 5 aiddir burada. Elxanların dövründə vəzir olub. Sonra Nizam Mülk Səlcuqlara aiddir. Məlikşahın dövrünə bu da aid deyil. Yerdə qaldı dövr. Qızıl Arslan dövrü Eldənizlər Atabəylər dövləti. Demək, biz buradan götürəcəyik D variantı. 4 və 5. 1066-cı ildə Səlcuq dövlət tərəfindən tabe edilmiş Azərbaycan dövlətinin paytaxtını xəritədə müəyyən edin. Bura Şirvanşah düşür. Şamaxıdır paytaxtı. 1066-cı ildə cavab burada deyildi. Bu aşağı hissə cənubdur. 3-dəki aid deyil. 21-ci testə baxaq. Xeyli müddət saray müxalifətinin iri feodal qruplarına qarşı mübarizə aparılmalı oldu. 1190-cı ildə Həmədan döyüşündə İraq Səlcuq Sultanı 3-cü Toğrul məğlub etdi və oğlu ilə birlikdə əsir aldı. Mətndə adı çəkən hökmdar Məhəmməd Olcaytu ilə oxşar cəhətləri.
Qardaşından sonra hakimiyyətə gəlmişdir. 2-ni götürəcək. 1 aid deyil. Eyni dövlətin hökmdar olmuşdur. Xeyr. 3-cü Toğrul İraq Səlcuq Sultanlığı dövrünə düşür. O Məhəmməd Olcaytun isə Hülakülər dövlətinin eyni əsrdə hakimiyyətdə olmuşdular. Xeyr. Ölümündən sonra feodallar arasında qarşıdurmalar başlamışdır. 4 aiddir. Cavab da C variantı. Təbriz şəhərinin Cəlalilər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Bax, burada Qızıl Ordu hökmdarı Cani bəyin Təbrizə gəlməsi var. Ancaq Cəlalilərin dövrünə düşür. Ancaq Cəlalilərin o dövrdə paytaxtı Bağdad idi. Çaşmayaq. A aid deyil. Şeyx Həsənin Böyük Bağdadı hakimiyyəti ələ keçirilməsi. Bax, bunu deyirdim sizə. Burada 1340-da dövlət yaranır. Azərbaycan tarixinin Çobanların dövrü 1337-1357 götürə bilərik. Sonra Hülakülər Elxanilər dövlətinin varlığına son qoyulması. Xeyr. Və bu da Bağdada düşür. Demək, bunların 4-ü də Bağdada düşür. Şirvanın Cəlalə tabi edilməsi. Şirvanın Cəlalə tabi edəndə deməli Təbriz tutulur və Təbriz dövlətin paytaxtı olur 1367-ci ildə. Ondan sonra da Şirvan Cəlalərə tabi olur. Cavab burada E variantıdır. Eyni əsrdə baş vermiş hadisələr. Şirvanşah 1-ci Fəvruzun Səlcuq Sultanın ali hakimiyyətini qəbul etməsi. Bax, bu 11-ci əsr. Gürcü hökmdarı Davidin Şirvana hücum etməsi. Bu 12-ci əsr. Slavyanların Şamaxını ələ keçirib qarət etməsi. 11-ci əsr. Sonra Monqolların Şamaxını ələ keçirib əhalini məhv etməsi. Bu 13-cü əsr. Cəlali Şirvan ərazisini zəbt edilməsi. Bu da 14-cü əsr. Deməli, cavab burada 11 və 3-dür. Sacilər dövlətindən fərqli olaraq Salarilər dövləti Azərbaycanın şimalında yaranmışdır. Xeyr. 10-cu əsrdə yaranmışdır. Bəli, Salarilər dövləti 10-cu əsrdə yaranmışdır. Sacilər dövləti 898-ci ildə. Biz 2-ni götürəcəyik. Azərbaycan torpaqları ikisi də birləşdirib. Sacilərin Salarlardan fərqi bir də paytaxtının, Salarlərin bir dənə paytaxtı olub. Bu da Ərdəbil. Cavab burada demək oldu 2, 4. 25-ə baxaq. Xəritədə verilmiş şəhər Elçan orta əsrdə bu yer Dərbənddir. Dərbəndi görsək biz burada birinci götürəcəyik 869-cu ildə oradakı hakim özünü müstəqil elan etməsi. Bir də ərəb əsrində hakimlər sonra hakimiyyət olması. 8-ci sonra müstəqil idarə etməsi. Xeyr. Öz müstəqilliyini 11-ci əsrin sonuna qədər qoruyub saxlamışdır. Xeyr. 988-ci ildə Şirvanşahlar dövlətinin aslı vəzifəyə düşmüşdür. Demək, cavab 1, 3. Hadisələrin xronoloji ardıcıllığına baxaq. Şeyx Cüneydin iştirakı ilə Samur çayı döyüşü 1460. Şeyx Heydarın iştirakı ilə Şahdağ döyüşü 1488. Şeyx Səfiyyəddin Sufi təriqəti 13-cü əsr. Sultanın iştirakı ilə Şəməsi döyüşü 1494. Deməli, buradan biz götürəcəyik 3, sonra 1, 2, 4. %27-yə baxaq. Şəddadilər dövlətinə aid xronoloji belə bir uyğunluğu müəyyən edək. Paytaxtı Gəncə olan müstəqil dövləti yaradıb. Demək, Ləşkəri, birinci Ləşkəri. Demək, 1.
Səlcuq dövləti ilə müqavilə bağlı ona tabe olması demək götürəcək 2-yə Əbüləsvar Şabırın dövrünə düşür. Sonra Dəbilin ələ keçirilməsi və müstəqil əmirliyin yaratılması. Bu da düşür Məhəmməd İbn Şəddadın dövrünə. Demək 1-ə A, 1-ə A, 2-yə B, 3-ə də E. Tatarların 28-ci testə baxaq, mənbə sualıdır. Tatarların Həmədandan qurtarıb 1221-ci ildə Azərbaycan tərəfə hərəkət etdilər, Ərdəbilə gəldilər. Ərdəbilə alıb orada böyük qırğın etdilər və şəhərin çox hissəsini dağıtdılar. Sonra oradan çıxıb Təbrizə tərəf yönəldilər. Təbrizin əsl hakimi Atabəy Özbəkdən sonra, burada boş yeri soruşur da bizdən. Demək, bu dövrə biz nəsər salsaq, mənbələrə bəhs edən yürüş zamanı Azərbaycanın Təbriz hakimi burada Şəmsəddin Tuğraydı. Tuğray. 29-a biz baxsaq, Atabəy Özbəklə Xarəzmşah Məhəmmədin məbədinə bəhs edən yürüşlə bağlı davranışlarda götürsək, burada demək neyini? Birinci xərac verir, ikinci də açıq döyüşdən qaçır. Otuza baxaq. 30-cu testdə mənbədə bəhs edən Təbrizin ala bilməməsi. Demək, burada da deməli burada nə edir Təbriz döyüşündə? 30-cu sualda Şəmsəddin Tuğray xərac verir Monqollara, açıq döyüşdə iştirak etmir.